qüdrətli ordumuz və Azərbaycanın səfərbərliyinə qoşulan qeyrətli olanlarımız bu əmrinə tabi oldular. 44 günlük müharibədə o gözəl torpaqlarımızı işğaldan azad elədilər. Allah sizlərə səbir versin, dözüm versin. Sağ ol qardaş. Sizin qarşınızda baş əyirəm, şəhidlərin ruhu qarşısında baş əyirəm. Sağ olun, var olun. Yəni Sağ olun, var olun. Siz əziyyət çəkib Mənim borcumdur, şəhidlərin haqqın nə inəsən mən ödəyə bilmərəm. yəni şəxsən devlətimizdən, prezidentimizdən razıyam. Yəni belə ki, prezidentimiz elə hər televizorda çıxışında deyir, şəhid ailələrinə, şəhid valideyninə qayğı göstərmək lazımdır, onlara dəstək olmaq lazımdır. Əlbə təəssüflər olsun ki, nəzarət azdır, məmurlar var, heç vaxt hürmətdir, nə gələndir, nə gedəndir, özünü axtarandır. Amma bunu da bilmir ki, bu 30 il Qarabağ torpağına gözünlə belə baxan verdi. Bunu Cənab Ali Başkomandanın sahəsi nəticəsində, şəhidlərin sahəsi nəticəsində bu torpağın son qoyuldu, işğaldan azad olundu. İndi də, yəni, bu biz bala itirmişik. 25-26 yaşında qızıl gözlü oğlanlar itirmişik. Nəyə mücbatından? Bu torpağın, bu vətənin. Allah rəhmət eylesin. İndi gedir deyirsən ki, mən açıq deyəcəm. Gedir deyirsən ki, bana bir son torpaq ver, başımı qatım. Yəni mən bir işlə məşğul olum, ölürəm öyümdə. Deyir torpaq yoxdur, satılıb. Və buna tər olur. Allah şəhidlərimizə rəhmət eylesin. Mən belə deyərdim, 1-ci Qarabağ müharibəsində də torpaqlarımız satılmışdı. 44 gündə antiterrorda o qardaşlarımız olan hamısını geri qaytardı. İnşallah ki, bu yaxın günlərdə də bu artıq bunlar hamısı geri qayıdacaq. İndiyənə ki, məni bir narahat eləyən bir sual olurdu. Mən ictimaiyyət içində çox oluram. Cənab Prezidentimiz dəfələrdən deyirdi ki, yəni şəhid ailələrinə qayğı, əhalinin güzaranı düzəlsin. Amma baxırdın ki, həqiqətən də bunun həmişə əksinə olur. Cənab Prezident çıxışında dediyinin tam əksi olur. Amma inşallah ki, bugündən sonra yəqin ki olmaz. Çünki artıq ilanın başı tapdalandı. Artıq ilanın başı tapdalandı. Bəli. Sizin qadanınız alıyor. Yəni mən sözümü deyirəm də, bu mənə heç yeri gəlsə o torpaq lazım da deyil. Yəni deyirəm ki, görüm bu dövlət səviyyəsində bu şəhidə dəyər verən varmı? Bu şəhid nə üçün şəhid oldu? Torpaq üçün. Mən hanımının torpağı? Bizim evlatlar Allah rəhmət eylesin, cəmi şəhidlərimizə. Mənim oğlum da Allah şəhidlərimizə rəhmət eləsin. Mənim sözüm bu qədər. Məzar ki, mənim oğlum da Xüstəyanatlı qüvvələrin kapitanı idi. 3 evlat qoydu, getdi. Oğlunu bir dəfə gördü, getdi. Özüm qaziyəm, hərbiçiyəm. Mən də döyüşmüşəm, 1-ci Qarabağ müharibəsində 50-yəm. Biz bugünkü günü bizim 44 günlük müharibədə, antiterrorda şəhid olan da, qazi olan da, bunların hamısı aslında 1-ci Qarabağ müharibəsində döyüşüb şəhid olmuşların evlatlarıdır, qazi olanların evlatlarıdır, veteranların evlatlarıdır. Ona görə ki, biz onları elə aşılayıb bu vətən üçün elə böyütmüşdük ki, onlar bizə dabancıydı. Düzdür, torpaqları aldılar, qaytardılar, özləri qayıtmadı. Təəssüflər olsun. Bu gözəl günləri görmədi. Bunlar qaydan da deyil. Evi yoxdur. Mən şəhidli yox, o zirvama qismət olsaydı, 14 yaşı var idi, mən 50 olanda. O mənə qismət olmadı. Onu mən böyütdüm 32 yaşında, o şəhidlik ona qismət oldu. Hər adama da o şəhidlik qismət olmur. Heç bir evlada da qoy varının balası varlı dursun, evi yoxdur. Amma o yüksəyə çata bilməz. O yüksəkdə tarixə düşə bilməz. Ömür boyu tarixdə yaşaya bilməz. Heç vaxtda yaşamayacaq. Gene bizim evlatlar yaşayacaq. O 5 sot torpaqdır, 3 sot torpaqdır. Onlar 5 sot, 3 sot torpaq üçün getməli. Onlar bizim analarımız, bacılarımız üçün, onlar bizim vətən üçün, torpaq üçün, bayraq üçün, devlət üçün getdilər. Bizim də o torpağa 2 sot, 5 sot ehtiyac yoxdur. Mən Rusiyada dolmuşam, orada burada dolmuşam. Biz belə yerə baxırdıq, belə düz baxan verir. Tamamilə doğrudur. Bu 44 günlük vətən müharibəsindəki bu Qarabağı işğaldan azad elədilər. İndi uşaqdan böyüyə, qadından kişiyə bax belə düz baxır hamısı. O baxsınlar. O bunların sayəsində. Bunların qədrini qiymatını da bilmək Sən lazımdır. ondan fəxr elə.
Mən onu da deyib, Sən onunla fəxr elə ki, Birinci Qarabağ sən müharibəsində evladın döyüşdü. sayəsində minlərlə, 10 minlərlə əhalinin başı tik gəlsin. Yəni Sən onunla fəxr. hərənin də bir sanlı günü var. Mən özüm 94-ün mart ayının 29-unda bizdə burada Sulu zirvəsi var. O zirvə 3 gün Ermənidə qaldı. 3 gündən sonra o zirvəyi biz toz xalqı olaraq, toz vətəndaşı, Azərbaycan vətəndaşı olaraq orayı geri aldıq. Həmən Suluda mən özüm könüllü dəstədə döyüşmüşəm. 88-dən 94-ün mart ayının 29-una kimi. Orada bizim 12 nəfər itkimiz oldu. Şəhid verdik. Bu şəhidlik mənə qismət olsa, əmoğlu Mirağa üstümə düşdü. Əmoğlu Mirağa bu teritoriyada döyüşdə ölən bir dənə Mirağıyı gördüm. Şəhid olan. Biz de orada ondan başqa orada şəhid olanlar. Allah rəhmət eləsin. Mirağı eskibat evdə. Çınarın toşkalarına, məktəbə, avtobus astanovkasına. Nasıl? Bir gəl qəhrəmanlığı. Hamısı qəhrəmandır. Bu 44 günlük Bizim vətən üçün müharibəsində qəhrəmandır. milli qəhrəman verilir, vətən qəhrəmanı verilir. Bunların hamısı qəhrəman evlatlardır. Ümumiyyətcə birinci Qarabağ müharibəsi